Bu yok, biraz da o tərəfdə. Bax, dəqiqin ha, bak bura yadıma düşdü. Hə, ermənilər cərgi ilə durub. Əllərində atma. Bayraq, erməni bayrağı. Ki, bir o vaxt bura asfalt idi. İndi asfalt da yoxa çıxıb da. Dedilər ki, 10 nəfər düşsün. Yəni Rusya dedi də ola. 10 nəfər sivilizasiya deyiş çalıvək. Belə də maşın da burada dayanmışdı. Kamaz maşın, Ural. Erməndən şeydə vayennin maşını kimi. Maşını asan kimi mən də arxadan düşdüm. Düşdüm, gəldim, durdum burada. Belə cərgi, bax burada. Əsasın maşın orada, mən burada. Beş nəfər ki, 10 nəfər ki, 15 nəfər ki, hə, bizdən bir nəfər də qanatı götü atdı. Atmağına, ermənlərə yol elə bir balacalaşıb. Biraz daha köhnəlim oldu. Qanat atmağına mən baba tullandım. O vaxt da asfalt gelin da at, gərgin az gedirdi. Ki, yəni yolca su basılmaq üçün. Özümü tulladım. Tullanda gördüm nəsə mağa dəyiri, düşdüm. Bu da pəndəyi. Pəndək bax buradayım. Koluydu, xəndək. Bu xəndəyin üstünə, baba ağzı üstə belə düşdüm. Baba belə. İnan, nətər belə sürünə. Arxası getdim. Orada çoğulluq var. Çoğulluq. Qaratikan. Deyə qaratikan deyirəm. Beşkən çoğulluq. Burada. Qaratikan. Beşkən çoğulun içində indi ağız üstə yıxılmışam. Avtomata səpələnir. Allaha yalvarıram ki, mənim günahım nədir? Nədir? Bu saat vuracaqlar. Özümün xəbərim yoxdur da. Derim ki, askıya etmişəm. Bilməm, nədir? O vaxt bir də ayıldım ki, ürəyim gedib, şey eləyib. Ürəyim gedib, nə ayırıb? Ayıldım, gördüm, saatım 4 saat olardı. 4 saat olardı. Gördüm ki, heç kim yox. Hamısı gedir. Üç oğlun içindən həmən bir deyib bu. Bu böyükdən çoğu. Məni xilas edir. Şimdi böyükdən çoğu demək olsun yoxa çıxır. Yəni bu səmtədə bax burada bu böyükdən çoğu. Gülüb girəcəm o çolun içinə. O çol məni xilas elədi. Çol vaxtı fevral ayı. O çol xilas elədi. Çıxdım. Hara gedim, nətər gedim. Mən haradan gedə bilərəm, təzdən. Buradan qayıtdım. Gördüm, şəhidlərimiz var. Ölənləri var. Dedim, yox, mən bunları bir arasam, tapsam, mən də gəlib toparım olam. Təzdən getim, deyir, o birinci tut ağacı var. Deyir, o tut ağacı. Ondan keçdim yuxarı tut ağacını. Gizləndim ki, erməni gələr, şey gələr. Gördüm, yox, sən bir. Yoxdur, bir xeyli gözlədim. Gördüm, oradan telefon bağı deyirdi o vaxtda. Deyirdi, bax, buralar. Oradan köpon ermələri bizim malımızı, qoyunumuzu, heyvanımızı sürüylə götürüb gedirlər. Bax, o mənim öşə gülümdür ki, bəkər olacaqdır. Bax, Allah, bax, bu kol. Görsən, kol zad yox. Bax, demək, düşmə, tavorov, kol. Yəni belə səmtli olan bir kol idi də. Çox adamıydı. Yəni xəndəyə düşməyimlə, eləməni bax bir kol var. Oradan mən xilas olub gələndən sonra baba bu yol olub deyib, bu görkən yolları bax dərəndi bir, ağaçlıqlarla gəlirdim ki, məni heç kim görməsin. Gəldim, bax buradan gəlib çıxanda bax bu ağacın, bax qoz ağacı. Onun yanında qaranlıq idi, hava tən qaralmışdı deyim. Dedim, burada belə döngədir də. Döngəndən birdən maşın gələr, ya kimsə erməni zad gələr. Məni görünmək üçün bir xeyrat durdum, baxdım. Dinlədim, gördüm, yox, səs zad yoxdur.
oradan çıxdım. Bak bu qozun yanından yavaş-yavaş çıxdım. Çıxanda gördüm ki buradan bir nəfər gərilməyə tərəf. Bax bu səmtdən. Hə, özümü itirmədim. Qaçmaq əvəzdən getdim bunun qabağını tez kəsdim. Kəsdim gördüm və bu dənə cavan erməni, hündür boy. Hə, belində qoşallar ov tüfəngi, sonra qatarı, bir dənə patronları. Hə, buna dedim ki, erməni salam aleyküm, dedi aleykümə salam. Dedim mən tanıyırsan? Dedi yox, tanımıram. Hə, ondan sonra mən dedim ki, mənə bir yol göstər, gedim. Dedi elə get də. İkinci dəfə bir də yol dedim, soruşdu ki, bir yol göstərmə. Üçüncü dəfə bana bir sual kimi cavab elədim ki, bir yol göstərsən maya yox. Dedi ki, əlini ver, yol göstərir. Mənim də əlimdə balaca bir ağaç belə. Bir də əlim sinəmdədir ki, sinəm ağrıyır deyə möhkəm. Tez oxalayıram belə. Dedi, əli bir yol göstərim deyəndə, mən də əlimi belə çıxartdım, hündür ermənidir ona. Əlimi tutdu, əlini üzümdən öpdü. Öpəndə o da məndən nə eləməliyəm? Mən də bunun üzünü öpdüm. Dedi, get qardaş, sağ yaxşı yol. Yaxşı yol deyəndə, bu belə gedirdi, bu səmtə. Mən belə gedəndə üzümü çöndərdim ki, birdən tüfəngi çıxardar da, heç olmasa özüm deyib, sürmaza da verim. Hə. Gördüm, 2 metr, 3 metr gedəndən sonra dayandım, mən də dayandım. Dedi, yox, dedi, kişisən sən də məni vurma. Gördüm, mən elə kişiliyorlar, söz danışıqdan keçər. Söz danışıq keçir deyəndə, özümü axıyım ki, bu elə bilir, məndə nəsə var, ya tapaçam, ya qranat mı, nəmi, bazı şeydə sinəmdədir. Hə, gördüm, mən elə kişiliyorlar, söz danışıqdan keçər. Dayır məni sərbəst çıxdı, getdi o ara, mən də sərbəst belə gəldim, buralara kimi. Gördü erməni səslər zadları gəldi, çığırtı, bağırtı. Mənə dedi, qardaş, bərk qaç gələn var. Bax, hündür dağı, dağın başında pir deyirdik, erməni piri. Olan nə tər durmaşmışam, özü də yaralı. Qaça-qaça getmişəm ki, birdən xəbər verir, gəl tutarlar məni. Düz çıxdım dağın başında, gördüm, gələn illər heç kim yox, sərbəst çıxdım, getdim. Bax, bura həmən yerdir. Bax, mən erməni ilə, o vaxt nağıl elədiyim, erməni ilə rastlaşdığım yer, bax, buradır. Bizim en çok şehit verdiğimiz, en çok şehit verdiğimiz bu bölge. Allah. Yani benden sonra burada ben bilir ki burada 36 nefer şehit olur. Az o şehitlere yani rahmet eylesin. Bak bu semt. Şimdi bura postu değişini veriyor. O bak gösteren çoluk burada laf topluyor. Şükür. Allah şehitlerimize rahmet eylesin.